Onkologiya Mərkəzi Şişönü xəstəliklərin diaqnostikası və müalicəsi şöbəsinin həkim-onkoloq, ginekoloqu Könül Mərdanova. Sizlərə bugün HPV haqqında danışmaq istəyirəm. Ümumiyyətlə HPV virusu nədir, hansı xəstəliklərə səbəb ola bilər və qorunma üsulları necədir? Human papilloma virus dediyimiz 200-dən çox növü olan bir virusdan söhbət edirik və həmin virusun bəzi tipləri onkogen, yüksək onkogen tipləri sayılır ki, uşaqlıq yolu, xarici cinsiyyət orqanları, uşaqlıq boynu, xərçəngönü və xərçəng patologiyasını yarada bilən viruslardır. Daha çox tipləri 16-cı, 18-ci tipi uşaqlıq boynu xərçəngin yaranma səbəbi kimi göstərilir. 71% hallarda demək olar ki, 16-cı, 18-ci tipi uşaqlıq boynu xərçəngi olan xəstələrdə pozitiv olur. Aşağı onkogen tipləri də qeyd olunur ki, onlar uşaqlıq yolu, uşaqlıq boynu və xarici cinsiyyət orqanlarının ziyirlərini, yəni kandiloma və papillomalarını yaradır. Yoluxma yolu HPV ilə adətən cinsi əlaqə yolu ilə yoluxur. Demək olar ki, dünya statistikasına baxsaq, qadın populyasiyasının 80%-i bu virusla həyatın hər hansı bir dönəmində üzləşir, yoluxur. Lakin bədənin öz immun sistemi tərəfindən 2 il ərzində orta statistik rəqəmə görə 1 il, il yarım ərzində xaric edilir. Bəzən isə xaric edilə bilmir və xəstəlik törədir. Qeyd elədiyim xərçəngönü və xərçəng patologiyasına gətirib çıxarda bilir. Hansı hallarda həmin viruslar qadın orqanizmində persistensiya edir, yəni qalır və xəstəlik törədir? Hansı qadınlarda ki, onlar risk daşıyırlar? Risk qrupasına daxil olan xanımlar, yanaşı infeksiyaları olan xanımlar, immun sistemi zəif olan xanımlar, orqan transplantasiya icra olunmuş xanımlar, zərərli vərdişlərdən istifadə edən xanımlar, bura aktiv və pasiv tütündən istifadə etmək, alkoqoldan istifadə etmək, kontraseptiv dərmanların uzun müddəti qəbul olunması, uşaqlıq boynunda aparılan travmatik prosedurlar, bunlar hamısı risk faktorlarıdır və bu sadaladığım faktorlar olan xanımlar risk qrupasına daxil olan xanımlardır və bu xanımlarda HPV virusu bədəndə qalır və xəstəlik törədir. Bəzən suallar gəlir ki, human papilloma virusu məndə pozitivdir, mən yenidən həmin peyvəndlənməni aparmalıyam-mı? Həmin hallarda da təbii ki, xəstə ilə hər nüansı izah elədikdən sonra peyvəndlənmənin aparılmasını məsləhət bilirik. Çünki bu virusun xəstəlik törətmə belə deyək, yükünü aşağı salır və yeni yoluxmaların qarşısını almış olur. Belə hallarda isə vaksinasiya 3 doz şəklində aparılır, 0, 1 və 6 ay ərzində aparılır. Bir də onu qeyd eləmək istəyirəm ki, vaksinasiya aparılmış xanımlar artıq rutin müayinələrə getməyəcək və onkoloji yönümdən skrininq metodlarını aparmayacaq deyə bir anlayış yoxdur. Peyvəndlənmənin aparılmasına baxmayaraq, vaxtı-vaxtında pap test dediyimiz, smir testi dediyimiz, onkoloji yaxma dediyimiz yaxmanı aparmağımız çox önəmlidir. Normal cavab gəldiyi halda smir testləri 3 ildən bir aparılır və HPV testinin aparılması yenə də 30 yaş yuxarı xanımlarda çox önəmlidir. HPV testləri isə normal cavab gəldiyi halda, yəni HPV neqativ olduğu halda 5 ildən bir aparılması çox önəmlidir. Təbii ki, həkimlərin qərarı üzərindən bəzən biz standart götürülmə tarixlərini deməyimizə baxmayaraq, həkimlərin qərarı üzərində bəzən erkən də smir testlərini və HPV testlərini götürdüyümüz durumlar olur. Ona görə düzgün müayinə olunub, onkoloq, ginekoloqların məsləhətinə qulaq asmağımız çox önəmlidir.